Salam dostlar, hər vaxtınız xeyir. Ümid edirəm hər biriniz yaxşısınız. Mən Ləman Qarazadə, sizin ingilis dil müəlliminiz. Bildiyiniz kimi bu yay sizlə bir yerdə ingilis dilindən müəyyən baza dərsləri keçərək artıq imtahanın müəyyən hissələrinə hazır olacağıq. Keçən videolardan, keçən dərslərdən artıq imtahana düşə biləcək seksionlardan reading, listening və writing barədə danışmışıq. Bugün isə digər 5 suallıq, yəni qrammatika hissəsinə düşə biləcək həmin o 5 sualın mövzularından biri zamanlar mövzusudur ki, ona baxacağıq, bunun izahına. Görək zamanlar mövzusuna nələrə diqqət etməliyik, ümumiyyətlə zamanlar mövzusundan imtahana nə düşə bilər, nələri bilməliyik. İngilis dilində 16 zaman forması var bildiyimiz kimi və bu hamını bir növ qorxuya salır ki, zamanları bir-birindən ayırt etmək, onlar arasındakı əlaqəni, uzlaşmanı düzgün tapa bilmək məsələsi var. Bugün bu videoda bunların hamısına aydınlıq gətirəcəyik və ümid edirəm ki, artıq bundan sonra heç bir problem qalmayacaq. Zamanlar mövzusu çox geniş bir mövzudur, amma bunun hamısı, yəni 16 zaman formasının hamısı demək olar ki, magistrda istifadə olunmur. Qəbul imtahanında müəyyən bir səviyyəyə qədər, müəyyən bir yerə qədər zamanlar mövzusundan sual düşə bilər və cəmi bir sual olur zamanlar mövzusundan. Hansı zamanlardır bunlar? Ümumiyyətlə, zamanların uzlaşması mövzusu həmişə qəbula düşən tip sual olub ki, bütün zamanların qarışığı, uzlaşması verilən bir test tapşırığı olur. 3-4 cümlədən ibarət bir mürəkkəb cümlə olur və biz o mürəkkəb cümlənin daxilindəki zamanları bir-birindən uzlaşdırmalı, doğru cavabı tapmalıyıq. Bunun üçün isə zamanlar mövzusunun hər birini ayrılıqda bilməliyik ki, hər birinin xüsusiyyətini, hər bir zamanı ayrılıqda tanımalıyıq ki, uzlaşmalar dərsində artıq bizə problem yaranmasın və biz bütün hamısını eyni cümlə tərkibində uzlaşdırıb yaza bilək. İndi isə vaxt itirmədən keçirik zamanların hamısı ilə ayrılıqda tanış olmağa ki, görək hansı zaman formaları var, biz onların hansı zamanda, hansı formada nəyi bilməliyik, nələrə diqqət etməliyik və uzlaşmalarda bunların hamısını bir test tapşırığında necə yazacağıq. Keçək birinci sadə zamanlara. Sadə zaman nədir? Necə düzəlir? Ümumiyyətlə, sadə zamanlar neçə yerə bölünür? 16 zaman forması tərkibində nələr daxildir? Deməli, sadə zamanlar Azərbaycan dilindəki zaman formaları ilə, feilin zamanları ilə demək olar ki, eynilik təşkil edir. İndiki sadə zaman, keçmiş sadə zaman və gələcək sadə zaman. Bunların düzəlməsində bəs nədən istifadə edirik və aralarındakı fərq nədir? Adından göründüyü kimi, indiki zaman hərəkətin indiki zamanda baş verdiyini, keçmiş zaman keçmişdə, gələcək isə gələcəkdə baş veriləcəyini və yaxud da proqnoz olan hərəkətləri göstərmək üçün istifadə olunur. Əvvəlcə indiki sadə zamana baxaq. İndiki sadə zaman düzəltməyin cəmi bir yolu var. Feillərin qabağından to məstər hissəciyi atılır. Gördüyünüz kimi burada qeyd olunub. Yəni feildən əvvəl gələn to hissəciyi, to go, to send, to buy ifadələrindəki həmin o to hissəciyi, məstər hissəciyi atılır. Feil olduğu kimi sadəcə özü yazılır. Sadəcə üçüncü şəxs olanda, əgər mübtədamız he, she, it şəxslərindən biridirsə, burada gördüyünüz kimi nümunədə verilib, he, she, it mübtədalarından biri olarsa, üçüncü şəxs olarsa, o zaman feilin sonuna s artırılır və salam. İndiki sadə zaman düzəlməyi bundan ibarətdir. Feilin əvvəlindən to hissəciyi atılır, I go, mən gedirəm, you go, sən gedirsən, amma üçüncü şəxs olarsa, feilin sonuna s artırırıq. He, she, it, goes olur. Və yaxud da work feili verilib nümunədə. I work, mən işləyirəm, you work, sən işləyirsən, he, she, it, works olur artıq. Çünki üçüncü şəxs tək olanda feilin sonuna s yazılmalıdır ki, onun tək olduğunu bildirir. Bu cümlələrin sual, inkar variantını düzəltmək üçün isə biz do, does köməkçi feilindən istifadə edirik. Do və does köməkçi feili vasitəsilə biz həmin cümlələrə sual və yaxud da inkar yarada bilərik. Köməkçi feil sual cümləsidirsə cümlənin əvvəlində gəlməlidir. Məsələn, does she work, o işləyir. Does he work, o işləyir. Və yaxud da inkarını yaratmaq istəyiriksə özündən sonra not artırmaqla düzəldirik ki, bunu da ayrıca inkarlar və sual cümlələri mövzusunda keçəcəyik. Hələ ki, zamanlar mövzusunda necə düzəlməyinə baxırıq. Daha sonra gəlir keçmiş sadə zaman. Keçmiş sadə zamanı harada istifadə edirik? Dedik ki, keçmişdə baş verib olmuş, bitmiş hərəkətləri göstərmək üçün. Bunun düzəlməsinin iki yolu var. Ya feillərin sonuna i-də artırırıq, normal bir feildir, qaydalı feil, sonuna i-də artırmaqla, ya da feillər kökündən dəyişməklə, yəni qaydasız feillər, irregular verbs
Hətta abituriyent vaxtı da biz bunları müəyyən cədvəllərdə, sıralarda, listələrdə öyrənmişdik, əzbərləmişdik ki, hansılar idi. Həmin o irregular verbs vasitəsilə də keçmiş sadə zamanı düzəltmək olar. Qaydalı feil isə dediyim kimi i'də artırırıq. I worked, mən işləyirdim. You worked, sən işlədin. He, she, it worked, o işlədi. We worked, biz işlədik. You worked, siz işlədiniz. They worked, onlar işlədilər. İ'di artırmaqla keçmiş zamanı düzəldə bilirik. İkinci bir nümunə dedik ki, keçmiş zamanı düzəltmək üçün biz feillərin bitmiş formasından, yəni kökündən dəyişən həmin o irregular verbsdən istifadə etdik. Bunlara nümunə deyək. Məsələn, kökündən dəyişən bir feil, to be-nin formaları məsələn dəyişir. Be indiki zamandadır. Was, were keçmiş zamandadır. Been isə bitmiş zaman formasıdır. Bu feillərdən də istifadə edərək keçmiş sadə zamanı düzəldə bilərik. Daha sonra bunların sualın inkarını düzəltmək üçün isə biz diddən istifadə edirik. Did köməkçi feili do, doesn't keçmiş sadə formasıdır və didi əvvələ qoyanda sual, inkar, özünə not artıranda isə inkar düzəltmiş oluruq. İndi isə gələcək sadə zamana baxaq. Gələcək sadə zaman hərəkətin gələcəkdə baş veriləcəyini gözlənilir və yaxud da proqnoz olunur. Bu hərəkətləri göstərmək üçün istifadə olunur. Shall, will köməkçi feilindən, yəni to be-nin formalarından istifadə etməklə hazırlayırıq bu zamanı. Deməli, I shall work, you shall work. Əslində shall artıq demək olar ki, istifadə olunmur. Bütün danışıqda, bütün şəxslər üzrə will-dən istifadə olunur. Amma hələ də dilin imtahanlarında qaydalara əsasən birinci şəxsin təki və cəmində, yəni I və we-də shall work olmalıdır. Yəni bu kimi düzəlməlidir shall vasitəsilə. Digər şəxslərdə isə will köməkçi feilindən istifadə olunur. Shall, will özü to be-nin gələcək zaman forması olduğuna görə bunun sualın inkarını verəndə elə özündən istifadə edirik. Shall-i will cümlənin əvvəlinə keçirəriksə bu sual cümləsi, özündən sonra not artırarıqsa bu isə inkar cümləni yaratmış olur. Sadə zamanlar barədə bu qədər. İndiki sadə zaman indidə, keçmiş keçmişdə, gələcək isə gələcəkdə olduğunu bildirir və düzəlmə formalarını necə olduğunu artıq bildik. Feillərə hansı şəkilçilər artırılır, hansı zamanda sualları, inkarları necə yaradılır, artıq bunların hamısı ilə tanış olduq. İndi isə keçək davam edici zamanlara. Davam edici zaman nədir? Hərəkətin hal-hazırda göz qabağında davam etdiyini görürüksə, bu davam edici zaman adlanır. Bunun da iki forması var. İndiki davam edici və keçmiş davam edici. Düzdür, adı biraz çaşdırmış ola bilər. Keçmiş davam edici necə keçmişdə davam edə bilər hərəkət? Bəli, elə keçmişdə davam elədiyini göstərir. Keçmişdə göz qabağında olub müəyyən bir vaxtda davam edən hərəkətlər keçmiş davam edici olur. Amma hal-hazırda indi baş verirsə, indi göz qabağındadırsa, bu isə indiki davam edici zaman olur. Davam edici zaman düzəltməyin bir yolu var. To be üstə gələk feillərin sonuna ing. Yəni to be-nin formaları olmazsa olmazıdır. Üstə gələk feillərin sonundakı ing də şəkilçi olaraq qoşulur və davam edici zaman yaranır. İndiki davam edici zamandırsa, to be-nin indiki davam edici formalarından, yəni am, is, are-dan, keçmiş davam edici zamandırsa, to be-nin keçmiş zaman forması olan was, were-dən istifadə edirik. Feillərin ing-si isə dəyişmir. Nümunələrdən gördüyünüz kimi, I am working, mən işləyirəm, you are working, sən işləyirsən, he, she, it is working, o işləyir. Keçmiş zaman olsa, I was working, mən işləyirdim. You were working, sən işləyirdin. He, she, it yenə tək olduğuna görə was working, o işləyirdi. Artıq keçmiş zamana aid oldu. Deməli, keçmiş zamanda, ümumiyyətlə, davam edici zamanda əsas bizə lazım olan şey to be, to be-nin formalarını bilmək, indiki zamanda formaları hansılar oldu, am, is, are, keçmişdə hansılar oldu, was, were və feillərin sonunda ing. Sualın inkarını isə elə özü ilə düzəldirik. To be-nin formalarını cümlənin əvvəlinə keçirməklə, məsələn, am I working, mən işləyirəm, are you working, sən işləyirsən və yaxud da keçmiş zamanda was were-ni cümlənin əvvəlinə keçirməklə, were you working, sən işləyirdin, was she working, o işləyirdi kimi cümlələrlə düzəldə bilərik. İnkarını isə to be-nin formalarını cümlədə olduğu yerdə saxlayıb özündən sonra not artırmaqla. Məsələn, I'm not working, mən işləmirəm, you are not working, sən işləmirsən, he, she is not working, onlar işləmir və yaxud da o işləmir şəklində inkar cümlələri də yarada bilərik.
Bu zamanın zaman zərfləri və harda işlənir, işlənmə yerlərini isə biraz sonra deməli zamanların düzəlmə formalarından sonra göstərəcəm cədvəldə. Və imtahana düşəcək digər zamanlardan biri isə bitmiş zamanlardır. Bitmiş zaman nə deməkdir? Dilimizə necə tərcümə olunur? Hansı zamanlarda, hansı hərəkətlərdə istifadə edirik biz bunu? Deməli, bitmiş zamanında iki forması var. İndiki bitmiş, present perfect, keçmiş bitmiş, past perfect. Biz bu zaman formasını dilimizə mış, miş və yaxud da ıb, ib, ub, üb kimi, yəni 4 variantlı şəkilcilər kimi tərcümə edirik. Gəlmişdi, görmüşdü, getmişdi, oxuyub, bilib, göndərib və s. Baxaq görək bu zaman formasının keçmiş sadə zamanla nə fərqi var? Ümumiyyətlə, bitmiş zamanlar adı bitmiş olsa da, bitmiş bir zamanı göstərir, amma hərəkət bitməyib. Yəni, bitmiş bir zamanda və yaxud da əksinə, bitməmiş bir zamanda bitmiş hərəkətin göstərilməsi üçün istifadə olunur. Düzdür, bu cümlə beynimizi çox qarışdırır. Bunun izahına baxaq, məncə daha aydın olacaq. Bitməmiş bir zaman içərisində bitmiş hərəkət necə olur? Məsələn, gün ərzində etdiyimiz bütün hərəkətlər bitmiş zamana aiddir. Gün bitmədiyinə görə zaman hələ də bitməyib. 24 saatımız var əvvəldə və bu zaman forması, zaman müddəti, limiti bitməyib. Amma hansısa bir hərəkətimiz bitib. Deyirik ki, məsələn, bugün universitetdə olmuşam. Bugün universitetdə olmuşam, gün hələ də bitməyib, zaman bitməyib deyə keçmiş zaman deyil. Bu günə aiddir. Amma hərəkətim bitib. Artıq universitetdə deyiləm, evdəyəm və mən bunu keçmiş zamanda göstərə bilmərəm. Sadəcə hərəkətimin bitdiyini, bitməmiş bir zaman daxilində göstərmək istəyirəmsə, bu bitmiş zamanda yazılmalıdır. Məsələn, I have been at the university. I have worked, mən işləmişəm. I had worked, mən işləmişdim. İndi bunun keçmişi ilə indikisinin nə fərqi var? Yəni, indiki bitmiş necə olur, keçmiş bitmiş necə olur? Əgər indiki bitmişdirsə hərəkətimiz bu gün içərisində olmuş bir şeydir və yaxud da bu həftə içində, bu ay ərzində, yəni göstərilən zaman deməli, müddəti, limiti içərisində olmalıdır. Məsələn, bu həftə çox işləmişəm, həftə bitməyib, amma mən çox işlədiyimi göstərirəm. Bu həftə filan yerdə olmuşam deyirəm, zaman bitməyib, amma hərəkətim bitib, artıq orada olub qayıtmışam. Bu da keçmiş zamana aid deyil. Çünki həftə hələ bitməyib, yəni göstərilən zaman periodu bitməyibsə, hərəkət bitibsə sadəcə biz orada bitmiş zamanı qoymalıyıq. Keçmiş bitmiş zamanda isə hansısa iki hərəkət qarşılaşdırılır və birinin o birinə nisbətən daha keçmiş olduğu cümlədən açıq, aydın, bəlli olur. Məsələn, dünən bu vaxta qədər filan işimi bitirmişdim. Dünən bu vaxt artıq keçmiş sadə zamandır. Amma dünən həmin vaxta qədər, dünən bu vaxta qədər mənim işim bitmişdirsə, bu bitmiş hərəkətdir. Keçmişin bitmişi. Yəni, dünən bu vaxt keçmiş idi, amma hərəkətim ondan əvvəl olub bitib, o vaxta qədər olub bitibsə, bu olur keçmiş bitmiş zaman. Dünən saat 2-yə qədər Bakıda deyildim, bu olur keçmiş bitmiş zaman. Filan tarixə qədər işləmişdim, yəni həmin o göstərilən tarix keçmiş sadə zamandadır, mənim hərəkətim bitib, həmin vaxta qədər bu olur keçmiş bitmiş zaman. Ümid edirəm ki, mənasını, məğzini anladınız. Nümunələrdən və testlər üzərində tətbiqindən isə daha yaxşı başa düşəcəksiniz bunları. Bitmiş zamanın deməli, mənası isə qeyd etdiyim kimi hərəkətin bitmiş olduğunu, zamanın bitməmiş olduğunu göstərmək üçün istifadə olunur. Bəs bu zamanları biz bir-birindən cümlədə necə ayıraq? Biz nə bilək ki, cümlədə hansı zaman tətbiq etməliyik? Sadəmi, davam edicimi, indiki bitmişmi, keçmiş bitmişmi və yaxud da indiki sadəmi? Bunların tətbiqi üçün hər birinin özünün xüsusi zaman zərfləri var. Biz hər zamanın özünün zərflərini aydın şəkildə əzbərləmiş olsaq, yadda saxlamış olsaq, təbii ki, bizə daha rahat olacaq və cümlədə həmin açar sözləri görərkən biz biləcəyik ki, burada hansı zamanı qoymalıyıq. Baxırıq birinci sadə zamanlara. Dedik ki, sadə zamanlar indiki, keçmiş və gələcək olmaqla 3 yerə bölündü. Biz bunların hər birinin ayrılıqda zaman zərflərinə baxaq ki, hansını görəndə hansı zamanı qoyacağımızı əvvəlcədən təyin edə bilək. Əgər present simple, yəni indiki sadə zaman qoymaq istəyiriksə, həmin cümlədə axtarmalıyıq nələr? İndiki zamanda baş verdiyinə görə today, bugün. Artıq bugün olduğunu biliriksə, bu sadə zamandır. Every ilə olan bütün ifadələr, every day, every week, every year, every summer, every morning. Niyə bu sözlərdən istifadə olunur? Çünki biz dedik ki, sadə zaman
adət və vərdiş halını almış hərəkətləri göstərmək üçün istifadə olunur. Yəni, biz bir hərəkətə adət etmişiksə, hər gün, hər il, hər ay, hər həftə, hər yay, hər qış və yaxud da müəyyən bir zaman periodundan bir davamlı olaraq baş verirsə, deməli bu sadə zamandır. Təkrarlanan hərəkətdir. Təkrarlanırsa bu sadə zamana aid olmalıdır. Və yaxud da tez-tez baş verə bilər. Often, usually adətən ola bilər. Seldom, hərdən bir. Always, həmişə. Really, nadir hallarda. Və yaxud da heç vaxt olmayıb, yəni təkrarlanmaması, yəni inkarı belə daxildir buna. Heç vaxt olmur, never. Həftədə bir dəfə, ayda bir dəfə, ildə bir dəfə, 2 dəfə, bir neçə dəfə kimi ifadələrdə də biz sadə zaman işlətməliyik. As a rule as və yaxud da as usual, bir qayda olaraq, müntəzəm olaraq, daily, gündəlik. On Sundays, bazar günləri, yəni hər bazar. At 3 o'clock, at 6 o'clock və s. kimi dəqiq vaxtlar. Bunlar hamısı indiki sadə zamanın zərfləridir. Keçmiş sadə zamanlarda isə keçmişə aid olduğunu bildirən sözlər axtarmalıyıq. Yəni keywordlərimizi elə seçməliyik ki, bizə keçmiş olduğunu göstərsin. Yesterday dünən, the day before yesterday sırağa gün, yəni dünəndən əvvəlki. Lastla olan bütün ifadələr. Last sözünün mənası keçən olduğuna görə keçən həftə, keçən il, keçən ay, keçən gün və s. kimi bütün zaman zərfləri. Once bir zamanlar, ago əvvəl, many years ago çox illər əvvəl. Inlə olan zamanlar. In my childhood, in my years, in hansısa illər və bu kimi bütün zaman zərfləri keçmişə aid olduğunu göstərdiyinə görə hərəkətin biz ora keçmiş sadə zaman qoymalıyıq. Gələcək də gələcəyə aid olan sözlərdir təbii ki. Tomorrow, sabah, soon, tezliklə. The day after tomorrow, birisi gün, yəni sabahdan sonraki gün. Next-lə olan bütün ifadələr, next day, next week, next month. In-lə olan ifadələr, in a week, in a few days, in a 2 days. Yəni bir neçə günə, 2 günə, bir həftəyə, bir aya və s. kimi istifadə oluna biləcək ifadələr var. Bunların hamısını əzbər şəkildə bilməliyik ki, zamanların hansında tətbiq olunacaq və biz bunları bir-birindən ayıra bilək. Bu daha tez və rahat zamanlar mövzusunu işləməyimizə kömək olacaq. Çünki açar sözləri görərkən tez bir şəkildə biz ora uyğun müvafiq zamanı qoya bilirik. Davam edici zamanda bayaq dedik ki, hərəkətin hal-hazırda davam etdiyini, göz qabağında olduğunu göstərir. Buna görə də biz davam edici zaman bu dəqiqədən, hal-hazırdan danışır deyə, təbii ki, indiki davam edici zaman now, nowadays, just now, at present, at the moment və still sözlərindən istifadə edirik. Yəni gördüyümüz 6 zaman zərfindən başqa zərfi yoxdur. Now, indi, nowadays, indilərdə, bu günlərdə, bu yaxınlarda. Just now, indicə, at present, hal-hazırda, göz qabağında bu dəqiqə, at the moment da eyni ilə bu dəqiqə və still, hələ də sözü ilə biz indiki davam edici zaman olduğunu aydın şəkildə görə bilərik. Keçmiş davam edici zaman isə hərəkətin keçmişdə müəyyən bir vaxtda davam etdiyini göstərir. Məsələn, dünən saat 2-də dərs oxumaqda idim deyiriksə, dünən bu vaxt filan hərəkəti etməkdə idim. Keçən il bugün filan vaxtda imtahan verirdim və s. kimi dəqiq göstərilmiş, amma keçmişə aid olan tarixləri, zamanları istifadə edirik keçmiş davam edici zamanda. Ona görə də dəqiq bir zaman zərfi yoxdur. Yəni, at 5 o'clock yesterday, at 3 o'clock yesterday, dünən 2-də, 5-də və yaxud da keçən həftə saat 2-də, keçən həftə filan gün. The whole day, bütün gün. At that time yesterday, dünən bu vaxt, dünən bu zaman. All day long, gün boyu. From 5 to 6, 5-dən 6-ya qədər məsələn. From Monday till Sunday deyə bilərik. Məsələn, bazardan bazar ertəsinə qədər və yaxud da əksinə. Yəni, dəqiq bir zaman zərfi yoxdur. Sadəcə biz burada keçmişə aid olan müəyyən bir zaman aralığı götürməliyik ki, həmin zaman aralığında hərəkətimiz davam etmiş olsun, davam etməkdə olsun və bitmiş olsun artıq. Bu olur keçmiş davam edici zaman. Və gəlirik əsas bitmiş zamanlara. Bitmiş zamanların zaman zərfləri nələrdir? Dediyimiz kimi, indiki və keçmiş bitmiş zamanlar var və bunların bayaq izahımızda da qeyd elədiyimiz kimi, yəni hərəkətin bitib, zamanın bitmədiyini göstərmək istəyiriksə, bugün, bu həftə, bu ay, bu il kimi sözlərdən təbii ki, istifadə etməliyik. Çünki bu gün ərzində olmuş bir hərəkət bitib, amma bu gün hələ də bitməyib və mən hərəkətimdən danışıram. Deməli, today sözünü qoymalıyam burada. Və yaxud da bu həftə etdiyim hansısa bir işdən danışıram, bu il, bu ay etdiyim bir plandan danışıram.
Ay hələ də bitməyib, amma mən hərəkətimi bitirmişəm və bunun haqqında məruzə edirəm, məlumat verirəm. Deməli, bitmiş zaman istifadə etməliyəm. Və yaxud da hər hansı bir təcrübələrimizdən, yəni heç sual verə bilər ki, do you have, məsələn, have you ever been to London? Sən heç Londonda olmusanmı? Kimi sualını verir. Ümumi həyat təcrübələrimiz barədə. Biz həmişə bitmiş zamanlardan istifadə edirik. Yəni, ömründə heç yaşamısanmı, heç olubmu, dəqiq tarix bəlli deyil, nə vaxt olduğunu soruşmur. Sadəcə hər hansısa bir hərəkəti təcrübədən keçirdiyini sual verə bilər və yaxud ümumiyyətlə nəqli cümlə ola bilər. Bu zaman biz bitmiş zamandan istifadə edə bilərik. Today, bugün, this week, bu həftə, this month, bu ay, this year, bu il, this morning, bu səhər və bu kimi sözlər. Never, ever, heç vaxt, already, artıq, məsələn, artıq hərəkətim olub, bitib mənasında işlədə bilərik. Yet, hələ də, sual və inkar cümlələrində işlənir, davam etdiyini göstərmək üçün qoya bilərik. Məsələn, filan hərəkət hələ də olub, hələ də baş verir, hələ də davam edir. Və yaxud da once, twice kimi sözlər. For, recently, lately, since. Bunlar hamısı indiki bitmiş zamanın açar sözləridir, keywordlərimizdir və biz bunları görərkən artıq cümlədə asanlıqla bitmiş zaman qoymalıyıq. Past perfect də eyni ilə keçmişdə müəyyən bir vaxta qədər olub bitdiyini göstərir. Buna görə də by sözünündən mütləq istifadə olunmalıdır. Çünki by'ın tərcüməsi qədər kimi deməkdir. By 2 o'clock yesterday, dünən 2-yə qədər. By Sunday, bazara qədər. By March, marta qədər. Və yaxud da hər hansısa bir hərəkətdən əvvəl, yəni müqayisəli şəkildə göstərə bilərik. Before sözlə istifadə edərək. Filan hərəkətdən əvvəl, məsələn, before və yaxud da already, artıq olub bitdiyini göstərmək üçün. Never, ever, yet kimi ifadələri də keçmiş, bitmiş zamanı istifadə etmək üçün, düzəltmək üçün deməli, götürə bilərik. Bu artıq zaman zərfləridir. Zaman zərflərini və zamanların düzəldilmə qaydasını diqqətlə gözdən keçirdikdən sonra biz ümumiyyətlə testə düşə biləcək tiplərə, sual tiplərinə baxa bilərik. Çünki bizə lazımdır ki, bütün bunların hamısının qarışığı, yəni uzlaşma. Zamanların uzlaşması, bir-biri ilə necə uzlaşır, uzlaşma zamanı nələrə fikir verməliyik, ümumiyyətlə uzlaşma nədir? Bildiyimiz kimi, sadə cümlənin tərkibində bir zaman olur, bir mübtəda, bir xəbər olduğuna görə bir feil olur və biz burada o qədər də problem yaşamırıq. Amma 2 cümlə, 3 cümlə və yaxud daha çox sayda cümlə birləşib mürəkkəb bir cümlə əmələ gətirdikdə biz məcburuq ki, hər cümlənin tərkibindəki feili bir-biri ilə uzlaşdıraq, bir-biri ilə əlaqələndirək və anormal bir cümlə yaranmasın. Yəni, biri keçmişdən, biri gələcəkdən, biri bitmişdən olmasın. Bunun müəyyən bir qaydası var. Bütün cümlələr ya indiki olmalıdır, ya keçmiş olmalıdır, ya bitmiş olmalıdır. Elə bir şəkildə uzlaşmalıdır ki, məna əlaqəsi arada itməsin. Və biz bu uzlaşdırmaları müəyyən bir qaydalar çərçivəsində edirik. Təbii ki, bu sadə cümlələri bir-birinə bağlayan bağlayıcılar olur. Əsas məsələ bağlayıcılardır ki, hansı bağlayıcı ilə hansı zamanlar işlənməlidir, hansılar işlənməməlidir. Bunlara diqqət yetirməliyik. Deməli, bağlayıcıları görürsünüz. Buradan artıq qeydlərdə göründüyü kimi. If, when, before, after, till, until, as soon as, unless və s. digər bağlayıcılar ola bilər. Bu bağlayıcılar həmişə cümlənin ortasında gəlir, 2 sadə cümləni bir-biri ilə bağlayır. Və biz bilməliyik ki, bağlayıcıdan əvvəl gələn hissə həmişə baş cümlə olduğuna görə ikinci tərəfdə gələn cümlədə avtomatik budaq cümlə olur. Yəni, bu hissə baş cümlədir, bu hissə isə, bura isə budaq cümlə sayılır. Baş cümlə, budaq cümlə ilə bir-birinə bu bağlayıcılar vasitəsilə bağlanır. İndi biz bilməliyik ki, bağlayıcı olan tərəf, yəni bağlayıcı əslində budaq cümləyə aiddir, ikinci tərəfə aiddir. Bağlayıcı olan tərəf heç vaxt gələcək zaman ola bilməz, heç vaxt bitmiş zaman ola bilməz. Bu kimi şeylərə diqqət etməliyik. Baş cümlə ilə budaq cümlənin zamanlarını da bir-biri ilə əlaqələndirib uzlaşdırmalıyıq və salam. İndi bu necə olacaq? Əgər bizə verilən cümlə, yəni baş cümlə, indiki gələcək zamandadırsa, budaq cümləmiz ya gələcək, ya indiki zamanda olmalı, ya indiki davam edici zamanda olmalı. Heç vaxt gələcək zamanda ola bilməz. Niyə? Çünki bağlayıcı işlənən tərəf, yəni budaq cümlə tərəf, heç vaxt gələcək zamandan işlənə bilməz. Bağlayıcılar gələcəkdə olmur, yəni gələcək zamanda işlənə bilmir. Bu sadəcə bir qaydadır.
Biz həmişə cümlədə hansısa bir fikri gələcək zamanda göstərmək istəyiriksə, onu cümlənin əvvəlində, baş cümlədə yazmalıyıq. Ortada bağlayıcımızı qoymalıyıq. Digər tərəfdə isə artıq bağlayıcının əvvəlində gələn zamana əsasən, yəni gələcək zaman yazmışıqsa, ona əsasən indiki və yaxud da indiki davam edici və yaxud da indiki sadə qoya bilərik. Heç vaxt ikinci tərəfdə keçmiş zaman və yaxud da gələcək zaman qoya bilmərik. Çünki keçmiş keçmişlə uzlaşır, gələcək indiki ilə uzlaşır, indiki ilə uzlaşır. Yəni birini keçmişdən, birini gələcəkdən yazmaq olmaz. Past simple və past continuous, yəni keçmiş sadə və keçmiş davam edici zamanlar həmişə bir-birinə when və while bağlayıcıları ilə uzlaşır. Bu bağlayıcılar anda, əndə, arkan, ərkən kimi tərcümə olunur və bir hərəkətin baş verdiyi anda digər birinin baş verdiyini göstərmək üçün biz bunu istifadə edirik. Bu zaman hər iki hərəkətimiz eyni zamanda olmalıdır. Çünki filan şey baş verəndə onunla yanaşı paralel baş verən digər hərəkət də eyni zamandadır və biz bu zamanları ortaq bir məxrəcə gətirib ikisini də ya keçmişdə, ya indiki zamanda verməliyik. Qətiyyən gələcək zamanda verə bilməliyik. Çünki bu bağlayıcılarla dediyimiz kimi gələcək zaman işlənə bilməz. Ümumiyyətlə, təbiətdə, cəmiyyətdə ümumi həqiqət olaraq baş verən hadisələr, yəni dəyişilməyən, insan əli dəyməyən, toxunulmayan hadisələr var. Günəşin çıxmağı, yer kürəsinin fırlanmağı, hansı ki bunlar sadə zamandır. Çünki həmişə adət vərdiş halını alıb təkrarlanan hərəkətlərdir. Bunlarla həmişə present simple, yəni indiki sadə zaman işlənir. Və digər tərəfində də artıq təbii ki, ya indiki sadə, ya indiki davam edici olacaq. Çünki indiki ilə ancaq indiki uzlaşır. Keçmişi uzlaşdıra bilmərik, gələcək qoya bilmərik. Və ardıcıl paralel baş verən hərəkətlər də bura aiddir ki, bu o qədər də önəmli deyil. Hərəkətin icra vaxtı dəqiq göstərilmiş zamanlar. Məsələn, past simple, keçmiş sadə zamanda hərəkətin tarixini dəqiq vermişiksə, bu da deməli keçmiş sadə zamanda olmalıdır. Çünki dəqiq bilinir hansı ildə, hansı gündə hərəkət baş verib, bu sadəcə keçmiş sadə zaman olmalıdır. Uzlaşmalarla bağlı qaydalar bu qədər, yəni çox da qaydalarla yormaq istəmirəm sizi. Əsas bunların test üzərində tətbiqidir. İndi müəyyən bir test tətbiqlərinə baxacağıq. Düşmüş, indiyə qədər istifadə olunmuş qəbul suallarından, zamanlarla bağlı nələr düşüb, necə işlənib bu suallar, ümumiyyətlə nələrə fikir vermək lazımdır. Gəlin biraz da həmin deməli qaydaların tətbiqinə test üzərindən baxaq. Deməli, baxaq testlərimizə. Birinci testdə gördüyümüz kimi bütün testlər bütün zamanların qarışığı, yəni uzlaşmasına aiddir. İmtahanda da sırf bu tipdə suallar düşür. Yəni, sırf bir zamandan hansısa bir sual olmur. 3-4 zamanın qarışığına aid test tapşırıqları olur ki, bizdən onları uzlaşdırmağımızı tələb edirlər. Baxaq birinci testdə. Deməli, cümlədə 2 dənə boşluq var, hətta 3 boşluq var və biz bura 2 zaman qoymalıyıq. Biz baxırıq ki, variantlarda bəzilərində uzlaşma pozulub. Həm keçmiş, həm indiki, həm gələcək zamana aid deməli variantlar görə bilərik. Əvvəlcə variantlardan testi daha rahat tapmağın yollarını deyim. Has started indiki bitmiş zamandır, bunu bilirik. Və indiki bitmiş zaman görürük ki, burada went bağlayıcısından, went deməli keçmiş zamana aid olan bir feildir, went feili ilə uzlaşdırılıb. Təbii ki, bu yanlışdır. Çünki indiki zamanla keçmiş zaman heç vaxt uzlaşa bilməz. Has started indiki zamandır, went isə keçmiş sadə zamandır. Burada deməli uzlaşma pozulub. Eynilə C variantında does started indiki zaman, went keçmiş zaman, deməli yenə uzlaşma pozulub. C variantında götürə bilmərik. D variantında had started keçmiş bitmiş zaman, go indiki zamandır. Keçmişlə indiki heç vaxt uzlaşmaz. Bu variantı da çıxırıq və qalır Y variantı ilə A variantı. Y variantı yenə did start keçmiş zaman, go isə indiki zaman. Yenə uzlaşma pozulduğuna görə bizim bir dənə variantımız qalır A variantı. Çünki had started keçmiş bitmiş zamandır, went keçmiş sadə zamandır. Cümləmizin hər iki tərəfi ya keçmiş olmalıdır, ya indiki olmalıdır, ya da birinci tərəfi gələcək, digəri indiki olmalıdır. Uzlaşma qaydası budur. Keçmiş keçmiş, indiki indiki, gələcək indiki. Bir dənə gələcək zaman gələcəklə yox, indiki ilə uzlaşır. Keçək ikinci testimizə. İkinci testdə yenə bizdən 2 boşluq doldurmağımız tələb olunur və biz yenə variantlara baxaraq asanlıqla heç cümləni oxumadan testin cavabını tapacağıq. Has won indiki bitmiş zamandır. Become indiki zamanda ola bilər, keçmiş zamanda ola bilər. Biz baxırıq, əgər indiki zaman olsaydı, cümlənin mübtədası ikinci tərəfdə he-dir.
Deməli, bunun sonunda S olmalı idi. Çünki feillərə indiki zamanda 3-cü şəxsdə S artırırıq. Bunun S-i yoxdur. Deməli, keçmiş zamanda. Keçmişlə də has one, yəni indiki zaman heç vaxt uzlaşa bilməz. A variantı getdi. B variantına baxırıq. B variantında had one keçmiş zamandır. Will become gələcək zamandır. Keçmişlə gələcək heç vaxt qətiyyən uzlaşa bilməz. İstisnası yoxdur. Deməli, bu variantı da çıxırıq. Gələcək zaman will become yenidən və has one keçmiş, indiki davam edici, indiki sadə zaman. Yəni, gələcəyin uzlaşa biləcəyi zamanlar, gələcək zaman, cümlədə uzlaşa biləcəyi zaman bir indiki sadədir, bir indiki davam edicidir. Variantda isə biz bunu indiki bitmiş zamanla görürük. Əslində, uzlaşma baxımından heç bir problem yoxdur. Yəni, biz burada indiki ilə gələcəyi uzlaşdıra bilərik. Sadəcə problem before bağlayıcısından sonra gələcək zamanın gəlməyidir. Dediyimiz kimi, bağlayıcılardan sonra heç vaxt gələcək zaman işlənə bilməz. Ona görə C variantında çıxırıq, amma uzlaşmada problem yoxdur. Yəni, indiki bitmiş zamanla gələcək zaman işlənə bilər. D variantında had one və become. Had one bitmiş, keçmiş bitmiş zamandır. Become da keçmiş sadə zaman ola bilər burada. Çünki kökündən dəyişən qaydasız feildir. Become, became, become olur yenidən. Bir də Y variantı qalır. Will win gələcək zaman. Become yenə gələcəklə keçmiş ola bilməz. İndiki zaman olmalı idi. İndiki də olsa tərkibində S var. S yazmalıydılar. Yazılmır. Deməli, Y variantı da səhvdir. Cavabımız olur bir dənə D variantı. Keçmiş bitmiş və keçmiş sadə zamanın uzlaşmasını yenidən görürük. Digər testə baxaq, 3-cü testə. Bu testi tapmağın asan yolu cümlədə verilən açar sözlərdən istifadə etməkdir. Now və usually sözləri artıq diqqətimi çəkir və mən zaman zərflərini əzbər bildiyimə görə now-nu görən kimi bilirəm ki, bu indiki davam edici zamanın zərfidir. Now indi deməkdir. Hal-hazırda baş verən bir hərəkəti göstərmək üçün istifadə olunur və bu bütün variantları məhv eləyib. Çünki indiki davam edici zamanın olduğu bircə dənə variant B variantıdır. Çünki davam edici zamanın deməli düsturu nə idi? To be üstə gələk feillərin sonunda ing. Mən bunu bircə variantda B variantında görürəm. Artıq digər variantlara baxmağa ehtiyac yoxdur. Deyə bilərsiniz ki, ikinci tərəfdə ing olan, to be ing olan cümlələr var. Amma bu birinci tərəfin bağlayıcısı. Çünki vergül qoyulub. İkinci tərəfin özünün ayrı zaman zərfi var. Usually. Usually da indiki sadə zaman zərfi olduğuna görə ora adət halını almış. Yəni, sadə zamanla yazıla bilən bir feil qoymalıyam. Speaks feilini qoyuram. İkinci tərəfdə davam edici təbii ki, ola bilməz. Bu da yenə digər variantları artıq səhv çıxarır. Qalır bir dənə B variantı. 4-cü suala baxaq. 4-cü sualda when bağlayıcıdır. Burada biraz inversiya baş verib və baş cümlə ilə budaq cümlənin yeri dəyişilib. Əgər bağlayıcı cümlənin, ümumiyyətlə bağlayıcı harda yazılırsa, oradan etibarən budaq cümlə sayılır. Həmin bağlayıcının yazıldığı yerdən etibarən sağ tərəfə olan bütün cümlələr artıq bağlayıcılı cümlə hesab olunur, budaq cümlə. Vergülə qədər təbii ki. Bura qədər budaq cümlə olduğuna görə biz bilirik ki, budaq cümlədə gələcək zaman işlənə bilməz. Will-lə olan bütün variantları çıxırıq, digərlərini isə artıq uzlaşdırmalıyıq. Məsələn, C variantı qalır. İdi keçmiş zamanın göstəricisidir. Biz bilirik ki, birinci tərəf keçmiş, okey, burası doğrudur. Amma has left indiki bitmişin göstəricisidir. İndiki ilə keçmiş heç vaxt uzlaşa bilməz. C variantını buradan çıxırıq. Have arrived indiki bitmiş zamanın göstəricisidir. Left isə keçmiş sadənin. İndiki ilə keçmiş uzlaşa bilməz. Y variantı da çıxır. Bir dənə variantımız qalır A variantı. Niyə? Çünki idi burada keçmiş zamanın göstəricisidir. Had left də bitmiş zamanın, keçmiş bitmişin. İki keçmiş bir-biri ilə uzlaşa bildiyinə görə cavabımız olacaq A variantı. Gördüyünüz kimi testlər çox sadədir. Sadəcə zaman zərflərini əzbər bilməliyik ki, hansı zamanın zərfi nədir, onu görən kimi, yəni açar sözü görən kimi həmin zamanı cümləyə qoyaq və yaxud da uzlaşma qaydasını bilməliyik ki, keçmişlə keçmiş, indiki ilə indiki, gələcəklə indiki zamanlar uzlaşır, bağlayıcılar tərəfə gələcək qoyulmur və salam. Bunlar bu qaydalardan asanlıqla, yəni çox asan bir şəkildə testin cavabını sürətli bir formada tapa bilərik. Məsələn, 5-ci testdə də baxaq. While bağlayıcısı deməli ortada işlənib, bağlayıcıdan sonra gələn hissə budaq cümlədir. Budaq cümlədə biz bilirik ki, gələcək zaman olmaz. Okey, variantlarda da yoxdur. Deməli, biz burada ancaq uzlaşma qaydasından getməliyik. A variantında rank feili. Ringin keçmiş zamanıdır. Ring, rank, rank. Zəng vurmaq mənasında.
Keçmiş zamanda işlənib rəng. Has washed indiki bitmiş zamandır. Deməli, indiki ilə keçmiş əlaqələnib, yəni uzlaşma pozulub, uyğun deyil. B variantı da həmçinin indiki ilə keçmişi uzlaşdırıblar. C variantı indiki bitmiş, keçmiş sadə, yenə uzlaşma pozulub. D variantı doğrudur, çünki keçmiş sadə zamanla keçmiş davam edici zaman uzlaşa bilər, hər ikisi keçmiş olduğuna görə. Y variantı yenə uzlaşmanı pozur. Has rang indikidir, was washing keçmişdir. İndiki ilə keçmiş heç vaxt uzlaşa bilməz. Deməli, cavabımız olur D variantı. Yəni, heç cümləni oxumadan, tərcümə etmədən, o cümlələri, zamanları əlaqələndirmədən, beynimizi qarışdırmadan, asan bir şəkildə variantlardan bunu tapıb cavabı asanlıqla yaza bilərik. Və 6-cı sual eyni ilə while bağlayıcısıdır. Yenə uzlaşmaya baxırıq. Have burned indiki, cooked keçmiş, A variantı getdi. Burned keçmiş, was cooking yenə keçmiş, keçmişlə uzlaşdıra bilərik. Cavabımız olacaq B variantı. C variantında have burned indiki, was keçmiş, deməli uzlaşma pozulub. D variantında had burned keçmiş, cook indiki, deməli uzlaşma yenə pozulub, çünki cook idili qaydalara aid olan feildir, yəni idi artırmalıydıq. Y variantı burned yenə keçmiş zaman, I am cooking də indiki zaman, keçmişlə indiki qətiyyən uzlaşa bilməz. Bu şəkildə testlərin cavabını rahat tapa bilərik. Bugünlük bu qədər. Ümid edirəm ki, zamanlar mövzusu biraz da olsa sizə aydın oldu. Bugünlük hələ ki bu qədər. Özünüzə yaxşı baxın, növbəti videolarda görüşərik. Hələlik.